Salam. Bugünlərdə MTV VMA 2025 outfit review olacaq. Görək kim nə geyinib. Deməli, birinci Doja Cat. Doja Cat'i bəyənirəm və son illər stylingində də biraz retro geyinir. Doja Cat'i bəyənirik. Balmaından geyinib. Yalnızdadsa keçən videoda sizə demişdim ki, Zoya Kravitz'in atasını, anasını, bütün nəslini bəyənirəm. Bu da atası, Lenny Kravitz. Möhtəşəm. Yəni nə geyinsə yaraşır. Öz tərzi var və tərzini bilir, ondan davam edir. İhsan Laran. İndi isə balaca Tayla. Tayla geyinib Chanel-dən. Düzü Chanel-in bir çox selebritiləri geyindirdiyi paltarları bəyənmirəm. Bir-iki selebritiləri çıxmaq şərti ilə. Lakin Tayla da çox fərqli görsənir. Belə cavan Chanel style. Ay Allah, bu dayı niyə belə geyinib? Elə belə qışda soyuq aylarda çıxıb çörək almağa. DJ Snake imiş bu. Nə bilim, bəyənmədim. Məncə uyğun deyil. Heç bir çöllüyü yoxdur. Elə bil üst geyimdə yadından çıxart belə soyunmağa. Rebecca Black. Məncə Rebecca Black üzdən qəşəng deyil. Elə bil nəsə uyğun gəlmir. Ayaqqabısı məncə uyğun gəlmir burada. Editorial çəkilişlər üçün maraqlı geyimdir. Ayrı-ayrılıqda bəlkə də çox maraqlıdır. Bərabər məncə uyğun gəlmədi. Bu xanımı tanımıram. Lakin belə prom xalalara oxşuyur, yəni maskotlara oxşuyur daha doğrusu. Elə bil indi bir dənə sinək dağıdacaq, yemək paylayacaq. Xoşuma gəlmədi. Bu bəyi təzə tanıdım. Somber. Pencəyi maraqlıdır, duruşu maraqlıdır, saçı, yüz quruluşu çox xoşuma gəldi. Məncə gözəldir. Hətta yaxasında elə bir uzaqdan baxanda belə bir ürəkdir. Bu nə? Bir söz tapa bilmədim. Yəni qadının siması elə bir siması var ki, bu üzə belə geyim yaraşmır da. Yəni üzdən Melanie Trump, aşağıdan Beyoncé. Heç Beyoncé belə geyinmir. Jennifer Lopez. No. Bu bəy də son zamanlar qarşıma çox çıxır. Yeni ulduzdur deyəsən, Yun Blunt, nəsə belə bir adı var deyəsən. Öz stilinə uyğun geyinib, maraqlıdır. Mənim bir dənə sözüm, yəni söz tapmadım. Mənim bir sualım var. Sən hara gedirsən? Paxoda gedirsən, sən dağa gedirsən, dağa çıxırsan. Bu nədir? Bu nə ciddi fasondur? Sizə bir xəbər deyim. Lola Young indi səhnələrdə parlayan bir sənətçi. Bu xanımın da meneceri ya da prodüseri. Eyni zamanda vaxtı ikən Amy Winehouse'un da meneceri olub və bu xanım da Amy Winehouse kimi konsertində özündən getmişdi. İnşallah axırda eyni olmaz. Geyimi də ki, öz tərzi belədir. Z Generation'da. Nə deyim, maraqlıdır. Bunlara ümumiyyətlə komment bildirməyə ehtiyac yoxdur. Bunlar elə bilmirəm, maskarada gedirlər, Hüseynova bacıları, çox zövqsüz. Yəni ümumiyyətlə Paris Hilton'un zövqü yoxdur da. Pulla deyil ki. Oy. Deyə bilərəm ki, bu çıxışlar içində bu geyim kimi möhtəşəm bir geyim yoxdur. Həm tərzinə uyğundur, həm klassikdir, həm hip-hop da var. Schiaparelli. Möhtəşəm, Ciara. Can, Ariana Grande elə bir yemək yemir son zamanlar. Yəni bunu mən qaşları bilmirəm niyə bu vəziyyətə düşüb. Fendi'dən geyinib, əvvəllər ayaqlarını göstərirdi falan. Bəlkə də ola bilər sağlığında problem var, lakin yəni heç olmasa make-up fərqli elədi. Yəni xəstələrə oxşuyur. Məncə make-upda deyə problem. Saç rəngini bilmirəm. Çox xəstə görsənirsən. Bağışla məni, Grande.